Resulullah sallallahu aleyhi ve sellem Bəqi qəbirstanlığını ziyarət etdi. Sahabilərdən birinin cənazəsində iştirak etdikdən sonra Bəqi qəbirstanlığından qayıdır və yoldakən başında şiddətli bir baş ağrısı başlayır. Bədənində qızdırma yüksəlir. Halsızlıq və yorğunluq əlamətləri üzündə görünür. Bu qızdırma və xəstəlik bir neçə gün davam edir. Bu xəstəlik Xeybər günü yediyi zəhərli qoyun ətindən idi. Peyğəmbərimiz həmin ətdən yemişdi və onun təsiri ilə illərlə bədənində qalmışdı və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm vəfat etdikdə demişdi: Xeybərdə yediyim zəhərli ətdən bəri ağrını hiss edirəm. Bugün isə o zəhər artıq damarlarımı qoparacaq ana çatdı. Hidayət Rəsulü sallallahu aleyhi ve sellem Rəbbinə şəhid olaraq qovuşdu. Şəhid olmağı arzulamışdı və Allah da ona şəhidliyi də nəsib elədi. Baxın deyir, Peyğəmbərimiz xəstəlik günlərini qayıdaq. Çərşənbə günü vəfatından 5 gün əvvəl bədəndəki qızdırma artdı, ağrılar daha da şiddətləndi, o qədər ki huşunu itirdi. Sonra ayıldı və dedi: müxtəlif quyulardan 7 tulu su gətirib mənim üzərimə tökün, ta ki insanların yanına çıxım və onlara vəsiyyət edeyim. Onlar dediyi kimi etdilər. Peyğəmbərimiz sallallahu arasında başı sarılı, ayaqları yerdə sürünə-sürünə Həzrət Əlinin və Abbasın çiynində minbərə doğru getdi. Minbərə oturdu və sahabələr, Allah ona razı olsun, ətrafında toplandılar. Onlar xəstəlik və yorğunluqdan zəifləyən o şəxsin üzünə baxırdılar. O kişi ki, qəlbləri titrətmiş, onlar zülmətdən nura çıxarmışdı. Bütün baxışlar və boyunlar Resulullah'a yönəlmişdi. Hamı gözlərdi. Nə deyəcək, nə vəsiyyət edəcək. Peyğəmbərimizin ilk sözləri bunlar oldu. Əvvəlki öz peyğəmbərlərin qəbirlərini məscid etdilər. Mənim qəbrimi məscidə çevirməyin, yəni ibadət yerinə çevirməyin. Sonra namaz qılın. Qadınlara yaxşı davranın, xidmətçilərə yaxşı davranın. Sonra Rasulullah s.a.v. belə buyurdu: Allah bir bəndəni öz bəndlərindən birini dünya nemətlərindən istədiyi qədər almaqla, yaxud onun yanında olanı ahirəti seçmək arasına ixtiyar verdi. Və o bəndə Allah yanında olanı seçdi. Bu sözləri eşidəndə Əbubəkir Siddiq ağlamağa başladı. Dedi: atalarımızla analarımız sənə fəda olsun ey Allahın Rəsulu. Əbubəkir ağladı, çünki o Rəsulullahın sözlərinin dərinliyini anlayanların ən biliklisi idi. Bu incə eyhamı dərhal dərk etdi və Peyğəmbərin əslində onlara vəfat xəbərini verirdi. İnsanlar: sus ey Əbubəkir, Rəsulullah nə dedi? Danışsın. Bu zaman Peyğəmbərimiz qəzəbləndi. Dedi: dostumu tərk edin, istədiyi qədər danışsın. Hər kəsin haqqını verdim bu dünyada, amma onun haqqını ödeyə bilmərəm. Onun haqqını qiyamət günü Allah'a saxlamışam. Axşam vaxtı işə namazı yaxınlaşanda Peyğəmbərin halı daha da ağırlaşdı. Artıq məscidə çıxacaq halda değildi. O dedi: insanlar namaz qılıblarmı? Dedilər: xeyr ya Rasulullah, onlar səni gözləyirlər. Rasulullah dedi: mənə su ilə yuyunmağı hazırlayın, yəni su qabını gətirin. Onu su gətirdilər, yuyundu, üzərinə tökdü, namaza çıxmaq istədi, lakin yenə də huşunu itirdi. Sonra ayıldı, yenə soruşdu: İnsanlar namaz qılıblarmı? Dedilər: xeyr ey Allah Rasulü, onlar səni gözləyirlər. Yenə su istədi, ikinci dəfə suyu üzərinə tökdü, ayağa qalxmaq istədi, yenə huşunu itirdi. Ayıldıqda yenə eyni sualı soruşdu, üçüncü dəfə də yuyundu, yenə də huşunu itirdi. Sonra dedi ki: Əbubəkir əmr edin, cəmaat namazını qıldırsın. İlk dəfə namaz qılmağı bilmədi Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Beləliklə Əbubəkir Peyğəmbərin vəfatına qədərki günlərdə cəmaatla imamlıq etdi. O günlərdə müsəlmanlar böyük hüzün və narahatlıq içindədirlər. Sanki onların hər biri and olsun Allaha istəyirdi ki, bu ağır qızdırma Peyğəmbərdə yox, onların üzərində olsun, ya da onların övladlarında, amma Peyğəmbərdə olmasın. Şənbə günü Peyğəmbərimizin halında biraz yüngünlük hiss etdi. İki sahabəsinin köməyi ilə məscidə çıxdı və zöhr namazını cəmaatla birlikdə qıldı. Müsəlmanlar Rəsulullahın çıxmasını böyük bir sevinç və ümidlə qarşıladılar və bir-birlərini təbrik etdilər. Çünki sevdikləri Rəsulullah geri qayıtmışdı. Bazar günü Rəsulullah sallallahu aleyhi ve sellemin qulları azad etdi. Yanında olan 7 dinarı sədəqə verdi və silahlarını müsəlmanlara bağışladı. Yəni, bazar ertəsi günü sübh çağı Peyğəmbərimiz sallallahu aleyhi ve sellem həyatında deyir, son günüydü deyir. Sahabi Allah ondan razı olsun, Əbubəkirin arxasında cərgə düzələrək sübh namazını qılırdılar və birdən gözlənilmədən Resulullahın öz hücrəsindən pərdəsini qaldırdı evindən. Onlara baxdı və gülümsədi. Elə bir gülümsədi ki, üzü tamam dolmuş ay kimi parlayırdı. Müsəlmanlar onu görəndə o qədər sevindilər ki, az qaldılar sevincidən namazını saxlasınlar. Lakin Peyğəmbərimiz əli ilə işarət etdi ki, namazı tamamlayır. Sonra yenidən öz yerinə döndü və pərdəni saldı.
Möminlərin qəlbi rahatladı. Onlar sakitləşdilər və düşündülər ki, Rəsulullah artıq sağalır, xəstəliyindən qurtuldu. Amma bilmirdilər ki, bu deyil, son baxış idi. Amma bilmirdilər ki, bu son baxış idi və vida baxış idi. O hücrədən bir daha çıxmayacaqdı. Dua vaxtında qızı Fatiməni çağırdı, ona gizli bir şey dedi və Fatimə ağladı. Sonra yenə onu çağırıb bir şey daha söylədi, bu da Fatimə güldü. Ayşə anamız deyir ki, biz Fatimədən bu hadisə barəsində Peyğəmbər vəfatından sonra soruşdu. O dedi, atam mənə dedi ki, bu xəstəliklə vəfat edəcək və mən ağladım. Sonra mənə dedi ki, məndən sonra ailəmdən ilk sən mənə qovuşacaqsan və mən sevindim, güldüm deyir. Sonra Peyğəmbərimiz nəvələrini çağırdı, Həsən, Hüseyni çağırdı, onlar üçün xeyir dua elədi. Daha sonra həyat yoldaşlarını çağırdı, onlara öyüd nəsihət verdi, Allahı xatırlatdı. Xəstəliyin ağrısı artıq çox şiddətli hala gəlmişdi. Və Fatimə atasının bu ağla içində bükülüb əzab çəkdiyini gördükdə göz yaşları için dedi, atam necə də ağrı içindədir. Və kərbə, əbə. Peyğəmbərimiz ona sakit, təsəlli dolu bir səslə cavab verdi. Qızım, bu gündən sonra atan üçün heç bir ağrı olmayacaq. Peyğəmbərimizin sallallahu aleyhi ve sellem ağır ağrılar içində canlı bədəndən çıxmaq üzrə ikən yuxarıdan aşağıdan gələn bu istirablar çarpışdığı anlarda belə ümmətinə ən böyük vəsiyyətini verdi. O qırıq və xəstə bir səslə canını sıxan bu ağrının içində belə 3 dəfə təkrar ilə belə deyirdi. Namaz qılın, namaz qılın, namaz qılın. Və əlinizin altında olanlara, yəni xidmətçilərə yaxşılıq edin. Namaz qılın, namaz qılın. Və deyir, qadınlara yaxşı davranın deyir. Ən son vəsiyyəti ki, qadınlara yaxşı davranın. Elə o anlarda yəni oğlu kimi sevdiyi Usam-ül Zeyd daxil oldu. Peyğəmbərimiz onu ordu üçün, ordu komandir təyin etmişdi. O eşitəndə ki, Peyğəmbər xəbər xəstələrin geri qayıtdı. Rasulullah onu görəndə ona söz deməyə gücü çatmadı. Amma əlini qaldırdı, sonra endirdi, yenə qaldırdı, sonra yenə endirdi. Usam dedi ki, bilirdim ki, mənim üçün dua edir. Sonra Ayşə deyir ki, Ayşə anamız onu başı dizimə söykənmişdi. Bu halda Abdurrahman Əbubəkir otağa girdi, əlində misvak vardı. Peyğəmbərimiz gördüm ki, misvaka baxır. Dedi ki, baxışlarını anladım ki, misvak istəyir. Ona dedim, sənin üçün götürüm, başı ilə bəli işarə elədi. Soruşdum, sənin üçün yumşaldım, başı ilə bəli dedi. O misvakı deyir, dişlərim də deyir, yumşaltdım, sonra deyir, dişlərini neynədim, misvakladım. Ən sonunda yenə də misvakdan istifadə elədi deyir. Sonra deyir, can vermə ölüm anı Peyğəmbərimizi bürüdü, ayrılıq anı gəldi, ölüm zamanı çatdı, vidalaşma anı yaxınlaşdı. Rasulullah bir qabın içindəki suyu deyir, üzərinə vururdu, özünü sürürdü, deyirdi ki, la ilahe illallah. Ölümün acıları nə qədər şiddətlidir, innə lil mevti sekarat. Allahım, mənim üçün ölümün şiddətini asanlaşdır deyərdi. Sonra ölümün şiddəti daha da artdı. Canı çıxmağa başladı, alnı tərlədi, ağrının səsi sinəsindən duyulurdu. Rəngi dəyişdi, səsi xırıltıya çevrildi, bədəni titrədi, barmaqları büzüşdü və bu halı görənlər ağlayırdı deyir. Sonra şəhadət barmağını qaldırdı, baxışlarını tavana dikdi və dodaqları tərpəndi. Ayşə anamız diqqətlə qulaq asdım, nə deyirdi? Deyir, bu ayəni oxuydu, Nisə surəsi. Onlar Allahın neymət verdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və salihlərlə bərabər olacaq. Və sonra belə dedi, Allah məni bağışla və mənə rəhm eylə. Mən ən uca dostuma, Rəfur Ə'ləyə, dostumun yanına gedirəm. Son sözləri deyib, bu oldu deyib. Sonra əli yanına düşdü, ən uca dostuna qovuşdu. Qızı Fatimə atasının üstünə yumuldu, göz yaşları içində fəryad etdi. Atacan, o Rəbbim çağırışına cavab verdi. Atacan, onun yeri artıq Firdevs cənnətidir. Atacan, biz indi Cəbrailə deyib başsağlığı veririk. La ilahe illallah. Yəni, Rəhmanın sevgilisidir, vəfat etdi. Ümmətinə mərhəmətli olan Hidayət Peyğəmbəri dünyadan köçdü. Həyatın günəşi, gecənin ayı batdı. Elə biri öldü ki, onun ölümünə səma da ağladı, yerdə ağladı. Və bu ağrı xəbər sürətlə Mədniyə yayıldı. Sahabələr Allahdan başqa heç kim bilmədiyi bir şok yaşadılar. Ağıllar dondu, qəlblər silkələndi. İşlərinə bəzilər inanmaq istəmədi, bəzilər isə inkar etdi. Aralarında bir səssizlik, bir donuqluq, bir qeyri-müəyyənlik hökm sürdü. Vəfat xəbəri yayılanda sahabələrin bir qismi elə şok içində idi ki, dilləri tutuldu, danışa bilmədilər. Bəziləri olduğu yerdə donub qaldı, ayağa qalxmağa güc tapmadı. Bəziləri huşunu itirdi. Bəziləri isə elə bir hal keçirdi ki, sanki ağıllarını itirəcəklər. Ömər Müxattab minbərə qalxıb və titrəklə, qəzəblə insanları təhdid etməyə başladı. Qılıncını sıyırdı. Kim deyərsə ki, Məhəmməd vəfat edib, onu qılınca doğlayaram. O deyir, Allah dərgahına gedib qayıdacaq. Bu münafiqlərin ortaya atdığı yalandır. Xalq çaşqın içində qaldı.
Ortada dərin bir qarışıqlıq və təlatüm hökm sürdü. Bu zaman Əbu Bəkir gəldi. Xəbər eşidən kimi gəldi. Məscidə daxil oldu. İnsanlar necə panikada, narahatlıq içində olduğunu gördü. Heç kəsə danışmadı. Birbaşa Ayşənin qızının evinə getdi. Orada Rəsulullah bir parça ilə örtülü halda uzanırdı. Əbu Bəkir üzünü açdı, üzərinə əyildi, onu öpdü və ağladı. Sonra səscə belə dedi: "Canım sənə fəda olsun. Atam, anam sənə fəda olsun. Allah'a and olsun. Allah sənə 2 dəfə ölümü yaşatmaz. Sənin üçün yazılmış ölüm artıq nə idi? Gerçəkləşdi." Sonra Əbu Bəkir cəmaatın yanına çıxdı. Hələ də Ömərin cəmaatı hiddətlə danlayır, qorxu ilə danışırdı. Əbu Bəkir dedi: "Ey Ömər, otur." Amma Ömər oturmadı. Əbu Bəkir danışmağa başladı və xalq dərhal onun ətrafına toplandı. Öməri buraxıb Əbu Bəkirin sözlərinə qulaq asdılar. Sonra Əbu Bəkir danışmağa başladı və dedi ki, əgər sizdən kimsə Məhəmməd ibadət edirsə, bilsin ki, Məhəmməd vəfat etdi. Amma kim Allah'a ibadət edirsə, bilsin ki, Allah əbədidir, diridir, heç vaxt ölməz. Və ayəni oxudu. Məhəmməd yalnız bir rəsuldur. Ondan əvvəl də peyğəmbərlər keçmişdir. Əgər o ölür və ya şəhid olarsa, siz geri dönəcəksinizmi? Kim geri dönərsə, Allahın heç bir işinə ziyan vurmaz. Əgər isə şükr edənləri mükafatlandıracaqdır. Hər bir nəfər ölümü dadacaqdır. Ölümün müəyyən bir vaxtı vardır. Dünya mükafatını istəyənə ondan verəcək. Axirət mükafat istəyənə də ondan verəcək və şükr edənləri mükafatlandıracağı. Ömər bu ayəni eşidəndə yerə yıxıldı və ayaqda qalmağa gücü çatmadı. Və başa düşdü ki, xəbər doğrudur və Resulullah nədir? Dünyasını dəyişib.